Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Mayıs Mirzəcanov adına Yuxarı Növbəti Kənd Təminatı Ümumi Təhsil Məktəbinin radio qovşağı efirdədir. Bugün sizinlə mən 11-ci sinif şagirdi Şəfəqət Baba Azəri. Efirimizin bugünkü mövzusu xüsusi təyinatlı qüvvələrimizin şəhid baş giziri Mehrab Niftəliyevin doğum gününə təsadüf edir. Xüsusi təyinatlı qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı, istehkamçı Mehrab Söhrəboğlu Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə yollanıb. Elə hərbi xidmətdə olarkən xüsusi təyinatlı qüvvələrin kursundan keçən Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər xüsusi təyinatlı qüvvələrin döyüşçüsü kimi vətənə xidmət edib. Qafqaz Qartalı və Efes kimi çətin hərbi təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı, istehkamçı kimi ixtisaslaşmışdır. Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il aprel döyüşlərində də yüksək şücaət göstərmişdir. Qüsursuz xidmətlərinə və şücaətlərinə görə dəfələrlə medal və diplomlarla təltif olunub. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut qəsəbəsi, Şoğlunda gedən döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərib. O, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və texnikalarını sıradan çıxarıb, hərbi qənimət kimi ələ keçirdi. Aprel döyüşlərindən sonra Qamqam kəndində su çəkdirib. Vətən müharibəsindən əvvəl ailə üzvlərinə kəndə məscid tikdirmək arzusunda olduğunu deyib. Lakin ömrü bu arzunu gerçəkləşməsi üçün vəfa etməyib. Mehrab Niftəliyev noyabrın 8-də şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıt şəhər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyev 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. O cümlədən vətən uğrunda Şuşanın azad olmasına görə, Cəbrayılın azad olmasına görə, Füzulinin azad olmasına görə medalları ilə təltif olunur. Həmişə üstündə bayraq gəzdirən kəşfiyyatçımız Cəbrayılda bayrağı ilə düşmə hərbi hissələrinə girənlərdən biri olub. Şəhid qəhrəmanı xanım Vüsal Niftəliyeva həyat yoldaşı haqqında qürurla danışır. Mehrabla 12 il çox xoşbəxt bir ailə həyatım oldu. Mehrabla bir-birimizi sevib ailə qurmuşduq. Onunla ailə quranı bilirdim ki, 2005-ci ildən xüsusi təyinatlı qüvvələrin gizleridir. Mehrab döyüş üçün yaranmışdı. Heç bir zaman heç nədən qorxmadı. O qədər güclü idi ki, bizi də güclü görmək istəyirdi. Bizim də hər zaman hər şey hazır olmağımıza çalışırdı. O, bizə çox soyuqqanlı, iradəli olmağı, heç nəyin fikrini çəkinməməyi, hər şey olduğu kimi qəbul etməyi öyrətdi. Çünki özü də elə idi. Həm fiziki, həm də psixoloji cəhətdən də hər şeyə hazır idi. Mən ona hər zaman güclü gördüyümdən ölümsüz olacağını təsəvvür edirdim. Həqiqətən də ölümsüz oldu. Mən bir şəhid xanımı kimi fəxr edirəm ki, ərazi bütövlüyümüzün bərpasında, məcburi köçkünlərin torpaq həsrətinin son qoymasında Mehrabın da böyük əməyi var. O torpaqların hər qarşı şəhidlərimizin qanı ilə yoğrulub. Şəhidlərin xanımlarına səslənirəm ki, biz güclü olmalıyıq. Çünki bizim həyat yoldaşlarımız çox güclü idi. Ayaqda durub övladlarımızı atalarının istədiyi kimi böyütməliyik. Xalqımız sağ olsun, şəhidlərin əmanətlərini unutmurlar. Sonuncu dəfə sağollaşıb gedəndə aşağı düşmək üçün liftin düyməsini bastı və sonra əlini çəkib geri qayıtdı. Heç vaxt belə kövrəlməmişdi. Bu dəfə kövrəldi. Dedi, mənə söz ver ki, necə güclü olmusansa, elə də güclü olacaqsan. Gözü doldu və getdi. Hər dəfə mənə deyirdi ki, özündən müğayət ol, uşaqlara yaxşı bax. Övladlarımız sənə əmanətdir. Mən şəhid olacağam, amma sən heç vaxt ağlama. Deyirdi, şəhid qardaşlarımıza görə məyus olmayın. Onlar ən ali zirvəyə yüksəliblər. Mən təkcə həyat yoldaşımı deyil, ən yaxın və sadiq dostumu da itirmişəm. Bu itki ayrılıq cisməndir. O ruhən hər zaman mənimlədir. Bilirəm ki, yanımızdadır. Tez-tez yuxularıma gəlir. Mehrab elə bir insan idi ki, 35 illik ömrünə hər şeyi sığdırdı. Onun qismətində şəhidlik var imiş. Mən Mehraba adi ölüm yaraşdırmırdım. Allah ona ölümlərin alisini nəsib etdi. O, ən yüksək zirvəyə ucaldı. Şuşanı çox arzulayırdı, muradına çatdı. Şuşa zəfərini yaşayaraq əbədiyyata qovuşdu. Döyüş yoldaşları onun qəhrəmanlıqlarından ağız dolusu danışırlar. Onlara Mehrab kimi silahdaşı itirmək çox çətindir. Bilirdilər ki, dağa dırmaşında Mehrab üstündə ərzaq yox, ancaq silah götürmüş və yorulmadan qisasını alınmış.
Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədi ilə Quba şəhəri texniki təmayüllü liseyə Vətən müharibəsi qəhrəmanı Mehrab Söhrəboğlu Niftəliyevin adı verilib. Mehrab Niftəliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızı azad etmək və Xocalı faciəsinin qisasını düşməndən almaq idi. O, bu amal uğrunda qəhrəmancasına vuruşaraq arzusuna çatdı. Dəyərli radyo dinləyicilərimiz, efirimizə ayrılan zamanın sonuna gəldik. Növbəti efirlərdə görüşəndir. Sağ olun, salamat qalın.